Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. قال الله تعالى في القرآن شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان صدق الله العظيم. Esselamu aleyküm ve rahmetullah. Allah Azze ve Celle Hazretleri qədim ümmətlərə, bizdən öncəki ümmətlərə verməmiş olduğu savabları, fəzilətləri Hz. Muhammed Aleyhissalatu vesselamın şəninə, hörmətinə, izzətinə bu ümmətə bəxş edibdir. Bəxş etmiş olduğu fəzilətlərdən birisi Ramazan ayıdır. Ramazan ayının gecələridir, gündüzləridir və Ramazan ayı boyunca baş verən qəribə hadisələrdir. Bu günləri Qədir gecəsi barəsində danışacağıq, amma ilk əvvəl Ramazan ayının fəzilətinə dair hətta cansız əşyaların belə müminin, saimin, Ramazan ayına mənsub Muhammed ümmətinə məxsus bir şəxsə etdiyi xeyr dua barəsində bir kəlam-ı kibarı Peyğəmbərimiz Əleyhisselam hədis şərifi xatiriniza gətirmək istəyirəm. Kitabda yazılıb ki, bilin ki, əziz və cəllan Allah Cəllə Cəlaluhunun qatında bu Ramazan ayının hörməti o qədər böyükdür ki, hətta cansız hesab etdiyimiz əşyalar belə bu ayda oruç tutanlar üçün xeyr dua edərlər. Möminlərin əmiri, İslamın ikinci xəlifəsi olan Həzrəti Ömər ibn-i Xəttab, Allah ondan razı olsun, Həzrəti Peyğəmbərdən sallallahu aleyhi və səlləmdən belə rəvayət edir ki, bir mömin qul Ramazan ayında yuxudan durduğu zaman bir yandan digər yanına dönərək Allah-u Teala'nı zikr edərsə, məsəl üçün bir adam yuxudan duran kimi birinci Allah Teala'nı xatırlamalıdır. Məsəl üçün Bismillahirrahmanirrahim. Əhmədiyyə kitabında yazır ki, qiyamət günündə bir şəxsin, bir müsəlmanın əməlləri tərəziyə vurulacaq və yaxşı əməlləri nöqsan olacaq və tam cəhənnəmlikdir deyə barəsində hökm edildikdə səmadan bir kağız yerlənərək onun savab əməlləri olan tərəziyə qonacaq və o tərəzini tərpədəcək. Bu qədər savablar, namazlar, oruçlar, sədəqələr, tonlarla iş olduğu yaxşılıqlar bu tərəzini lazımı, qaydasını tərk etmədiyi halda bir kağız parçasının bu tərəzinin gözünü sallamasının səbəbi, hikməti nədir əcəba deyib soruşulduqda məlum olacaq ki, bu şəxs hər səhər yuxudan duranda üzünü sağ tərəfə çevirir və 3 dəfə La ilahə illallah deyərək zikr edir və bu şəxsin bu zikri, bu əməl dəftərində kağıza yazılıbdır, o da tərəzisinə qonubdur və xeyrinə də tərəzini tərbətib. Və bir şəxs burada buyurur Peyğəmbərimiz, yuxusundan durduqda bir yandan digər yanına dönür və Allah Teala zikr edirsə, məsəl üçün Ya Allah deyir, Elhamdülillahdir, gözünü açır, görür ki, ölməyib, sağdır, salamatçılıdır, sülhdür, əmniyyətdir, zəlzələ, daşqın, çoğun deyildir və Allah Teala'ya məsəl üçün bir Subhanallah desə, məsəl Bismillahirrahmanirrahim, məsəl üçün La ilahe illallah desə, bir mələk ona deyər ki, qalx, Allah səni mübarək etsin və sənə mərhəmət etsin. Namaz qılmaq niyyəti ilə yerindən durduğunda, demək yuxudan durub, indi yatağından durur, ne üçün? Namazını qılmaq. Yerindən durduğunda, döşək onun üçün, ey Allah, cənnətdə ona gözəl döşəklər ver, rahat olsun, deyərək dua edər. Paltarlarını geyindikdə, ya Allah, ona cənnət hüllələrini geyindir, deyib, o mələklər onun üçün dua edər. Ayaqqabısını geyindikdə, ya Allah, ayaqlarını Sırat körpüsünün üzərində sabit et, deyib, o mələk onun üçün. Dəstəmaz almaq üçün qaba əl atdıqda, ya Allah, ona cənnət kuzələrindən içir deyib dua et. Dəstəmaz aldığında su onun üçün, ya Allah, onu günahlardan və xətalardan təmizlə deyib dua et. Əgər namaza niyyətlənib Allahu Teala'nın huzurunda durarsa, onun yaşadığı ev onun üçün deyər ki, ya Allah, onun qəbrini nurlu et. Çünki necə ki bizim yaşadığımız mənzil bizim evimizdir, abur həyamızdır. Gedirik, məsəl üçün bayra acıyırıq, evə
gəlirik, soyuq olur, evə gəlirik, yoruluruq, evə gəlirik, evdə sirri huzurumuz olsun, şəraitimiz yaxşı olsun. Bu yaşayacağımız ev 50 il, 60 illik yaşadığımız bir evdir. Bəziləri də bir qısa ömründə 3 dəfə, 4 dəfə evini dəyişdirir. Ata evi, nə bilim, köklüyü ev, aldığı ev, bağ evi, kənd evi, şəhərdəki evi və s. Və bir qədər də kasıblıqla, məsəl üçün, köhnə, şəraitsiz evdə yaşayan adamlar da yaxşı evin arzusundadırlar. Amma 100 illərlə, bəlkə 1000 illərlə qalacağımız bir evimiz var, olacaq, hazırda vardır. Bu da qəbir evidir. Vardır, niyə deyirəm? Çünki bir insan ana bətninə düşəndə onun qəbirindən mələklər 2 çimdik torpaq vururlar ana bətn və onun qədəri təqdir olur orada və nə vaxt ölsə, ona hardan qismət olubsa ana bətnində o torpaq, öləndə də o yerə dəfn. Və həmin o yerdə qəbirdə bizim axirət ev. Bəli. Və evimiz, biz namaz qılanda bizim axirət evimizin abad olması üçün dua edər və deyər ki, onun qəbrində nurlu elə yağ. Beləcə Allahu Teala ona rəhmətlə nəzər edər və deyər ki, ey qulum, dua səndən, qabul bizdən, istəmək səndən, vermək bizdən, istiğfar səndən, bağışlamaq bizdən. Rəbbimiz bu Ramazan ayında qıldığımız namazları, ibadət etdiyimiz məkanları, istifadə etdiyimiz əşyaları qiyamət gündə şəfaətçimiz qərar versin. Amin. Rabbal alamin. Ramazan ayının son 10 gecəsi Qədir gecəsinin olma ehtimalını artıran və xüsusən də 10 gecənin tək gecələrini Qədir gecəsi olmaq ehtimalını artıran müqəddəs gecələr və zamanlardır. Möhtərəm cəmaat, möhtərəm möminlər, Qədir gecəsi Ramazan-ı Şərif içində olan ən qiymətli gecədir. Bu gecə Muhammed əleyhissalamın ümmətinə məxsus bir gecədir. Başqa peyğəmbərlərə belə bir gecə verilməmişdir. Hədis-i şərifdə buyuruldu ki, Allah-u Teala Qədir gecəsini ümmətimə hədiyyə etdi. Ondan qamaq heç kimə vermədi. Yəni belə bir gecə nə Nuh əleyhissalama, nə İdris əleyhissalama, nə Şis əleyhissalama, nə İbrahim, Musa, İsa və hakeza 124 min peyğəmbərin heç birisinə verilməmişdir. İlla Hz. Muhammed Mustafa əleyhissalatu vesselam Allah-u Teala Həbibi olduğundan ona və onun ümmətinə məxsus bir gecədir. Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm daha əvvəlki ümmətlərdən 1000 il cihad edən insanları düşünüb, mənim ümmətimin ömrü qısadır, az ibadət edəcəklər deyərək qəmgin oldu. O anda Qədir gecəsi sənin və ümmetinindir buyurub, Həbibinin qəlbini Allah-u Teala fərəhləndirdi. Həm də Qədir gecəsi hər Ramazan ayında təkrar gəlir. Bir insanın ömründə bir dəfə deyildir Qədir gecəsi. Məsəl üçün 80 il, 50 il, 30 il, 100 il nə qədər yaşasa hər il Qədir gecəsini o ibadətlə keçirdə bilər. Bu şansı əldən verməyə bilər. Həzrəti Peyğəmbərə sallallahu aleyhi və səlləmə özündən əvvəlki insanların ömürləri nə qədər olduğu bildirilince, öz ümmətinin ömrünün qısa olduğunu görüncə, o ümmətlərin etdikləri salih əməlləri edə bilməyəcəklərini düşününcə, Allah-u Teala 1000 aydan daha xeyirli olan Qədir gecəsini Peyğəmbərimizin niyazının, duasının üzərinə lütf etdi. Qədir gecəsi haqqındakı hədis şərifdə buyurulur ki, 4 gecənin gündüzü də gecəsi kimi fəzilətlidir. Demək ki, gecələr fəzilətlidir, o gecələrə bağlı olan gündüzlər də fəzilətlidir. Yeri gəlmişkən deyim ki, hazırda dünyada istifadə olunan təqvimdə günün günə təhvil olması gecə saat 12-də olur. Amma İslam müsəlman qaydası üzərinə məğrib namazı azanı oldu mu, yəni gün batdı mı gün qutardı. Məğrib azanı oldu mu yeni gün başladı. Yəni birinci gecə gəlir, yəni hər bir gecə sabahki gündüzün gecəsidir. Gün, sutka, məğrib azanı, yəni gün batmasından başlayır, gündüz gəlir, gecə bitir, gündüz gəlir və o gün batdıqda gündə bitmiş olur. Bəli. Və bu baxımdan da Peyğəmbərimiz əleyhissalam buyurur ki, 4 gecənin
gündüzü də gecəsi kimi fəzilətlidir. Allahu Teala o günlərdə dua edənlərin istəyini geri çevirməz, onları bağışlayar və onlar bu günlərdə bol lütfü kərəmə nail olarlar. Bunlar Qədir gecəsidir, Ramazanın bayram axşamı gecəsidir, Qurban bayramının bayram axşamı gecəsidir, bir Bərat gecəsidir, yəni Şaban ayının 15-ci gecəsi, bir də hər cümə gecəsidir və bu gecələrə tabi olan səhərsi gün gələn gündüzlər. Buyurur Peyğəmbərimiz, buyurur alimlərimiz Rızvanullah Teala aleyhim əcməin. O cümlədə də İmam Şafii rəhmətullah aleyhin də belə bir kəlamı var. Qədir gecəsində nə edilməlidir? Buyurur ki, alimlərimiz Qədir gecəsində Qur'an-ı Kərim oxumaq, çoxlu tövbə etmək, qəza namazları qılmaq və sair ibadətlər etməkdir. Bu ibadətləri daha ixlasla, eşqlə etmək lazımdır ki, bir gecə 80 ilə bərabərdir. Niyə burada Qur'an-ı Kərim oxumağı tövsiyə olunur? O səbəbdən ki, Allahu Teala Ramazan ayında o biri peyğəmbərlərə kitabları da nazil elə bu ayda edibdir. Belə ki, kitablarda yazılır ki, Həzrəti İbrahimə əleyhissalama müqəddəs səhifələr Ramazan ayının ilk günü nazil olmuş. 700 il sonra Ramazan ayının 6-cı gündə Həzrəti Musa əleyhissalama Tövrat nazil olmuş. Tövratın inişindən 500 il sonra Ramazan ayının 12-ci gecəsində Həzrəti Davud əleyhissalama Zabur nazil olmuşdur. Bundan 1200 il sonra Həzrəti İsa əleyhissalama Ramazanın 18-ci gecəsində İncil nazil olmuşdur. İncilin nüzulundan 600 il sonra Ramazanın 27-ci gecəsində Qur'an-ı Kərim Həzrəti Muhammedə sallallahu teala aleyhi və səlləmə nazil olmuşdur. Şəhr Ramazanəl-ləzi unzilə fihil Qur'an hudən linnəs və bəyyinatin minəl huda vəl furqan sadaqallahul azim. Allah Azze və Cəl Həzrətləri Ramazan ayının Qədir gecəsində İnna ənzəlnəhu fi leylətil qədir, biz Qur'an-ı Kərimi şübhə yoxdur ki, Qədir gecəsində nazil etdik buyurur Qədir surəsində. O səbəbdən də bu ayda çox Qur'an-ı Kərim oxunmalıdır, oxudulmalıdır, oxuyanlara qulaq asılmalıdır və xüsusən Qədir gecəsində Qur'an-ı Kərimin oxunması çoxaldılmalıdır. Təfsir-i Muğni kitabında belə yazılıb. Qədir gecəsində bir kərə Qədir surəsini oxumaq başqa vaxtlarda Qur'an-ı Kərimi xətm etməkdən daha savabdır. Bir dəfə oxuyaq inşallah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna anzalnahu fi leylatil qadr və ma adraka ma leylatul qadr. Leylatul qadri xayrun min alfi şehr. Tenazzalul melaiketu ve'r-ruhu fiha biizni rabbihim min kulli emr. Selamun hiye hatta medla'il fecr. Sadaqallahul azim. Bəli, əgər bu oxuduğumuz Qədir surəsi bu gecəmiz Qədir gecəsidirsə, inşallah elə olmağını Allahdan təmənni edirəm və bu minvalla hər gecədə bunu əgər oxusaq, sabah da oxuyaq, o biri gün də oxuyaq, Ramazan ayının hər gecəsində oxuyaq. Bir kərə oxuyan başqa vaxtlarda, yəni Ramazan ayı olmayan digər vaxtlarda Qur'an-ı Kərimi xətm etmək, yəni başdan ağa 114 surəsini oxumaqdan daha savabdır yazılır. Qədir gecəsində bir dəfə Subhanallah, bir dəfə Elhamdülillah, bir dəfə La ilahə illallah söyləmək 700 min təsbih, təhmid və təhlildən qiymətlidir. Yəni bu zikirləri 700 min dəfə etməkdən daha xeyirlidir. Bir adamdır, ölüb məsəl üçün atası, anası, əzzi, gedirlər, məsəl üçün xərc çəkirlər, mağar qururlar, ehsan verirlər, nə bilim, axırda cəmaatdan geri qalmamaq üçün, qınaq qazanmamaq üçün, xalqın, necə deyərlər, qınağına tuş gəlməmək üçün bu qədər xərc çəkirlər, yuxusuz qalırlar, zəhmət çəkirlər. Amma onlara deyəndə ki, məsəl üçün, ay bu ölünün yesi 700 min dəfə La ilahə illallah zikr edib o ölüyə hədiyyə eləsən, kitablarda yazıldı. Onun günahları əff. Allah-u Teala bu kəlmənin haqqına, hörmətinə onu əzabdan azad edir. Və yaxud da ki, bizim özümüz,
Nə qədər ki nəfəsimiz üstümüzdədir, özümüz üçün 770 min dəfə, 70 min dəfə la ilahe illallah desək, bu zikir bizi əzabdan azad eləyər. Bu la ilahe illallah kəlməsi bizi zaminə götürər. Ya alimlər kitablarda yazıblar. Məsəl üçün, deyirik ki, hətta bir nəfər yox, 10 nəfər, 20 nəfər, 50 nəfər qohum, qardaş aranızda bölüşün, bu təsbihi, bu zikri eləyin. Bir dəftər tutun, kim nə qədər çəksə, oğul, uşaq, oturub, məsəl üçün, qeybət olunur, lazımsız, ölüyə heç bir adiyyət olmayan, vilka eğridir, boşqab çatdaqdır, prostina ütsüzdür, filan bunun kimi pərdələr səliqəsizdir, boş söhbətlər danışılır. Bunu eləməkdən sonra otursunlar, la ilahe illallah zikirləsinlər və vərəqə yazsınlar, hesablasınlar. 70 min dəfə o zikir həm ölüyə hədiyyə etsin, ona xeyirlidir, həm də biz də ömrü həyatımızda nə qədər ki dünyadayıq bunu etsək, bizim üçün qiyamət gündə faydalıdır. İnandırım sizi, eləmir, olunmur. Eləmək, o pulu xərci çəkir, Allah razı qalsın deyə yox. Sadəcə onu qınamasınlar. Amma o 70 min zikri etmirlər. Amma hansı ki, bu Qədir gecəsində bir şəxs bir dəfə Subhanallah, bir dəfə Elhamdülillah, bir dəfə La ilahe illallah söyləsə, 700 min dəfə Subhanallah, Elhamdülillah, La ilahe illallah deməyə bərabərdir. Daha doğrusu ondan daha qiymət. Bu gecə bir qoyun sağacaq qədər, yəni Qədir gecəsi, bir qoyun sağacaq qədər bir müddət bir şəxs namaz qılsa, nə qədər çəkir? Məsəl üçün, tutalım 3-5 dəqiqə. Bəli, namaz qılsa, ibadət etmək, bir ay bütün gecələri sabaha qədər ibadətlə məşğul olmaqdan daha qiymətlidir. Qədir gecəsi 3 dəfə La ilahe illallah söyləyən müsəlmanın birincisində, yəni birinci dəfə La ilahe illallah dedikdə bütün günahları bağışlanır. İkincisində cəhənnəmdə əgər adı düşübsə, ora müstəhəqdirsə, o siyahıdadsa adı oradan çıxarılır, azad olur. Üçüncü La ilahe illallah zikrində cənnətə girməyə layiq olur. Əlbəttə ki, Ramazanın hər gecəsini Qədir gecəsi bilmək lazımdır. Bu gizli olduğu üçün hansı gecə olması müşahidə olunmalıdır. Əlamətlərini keçən söhbətlərimizə etmişik. Hər gecəsini Qədir gecəsi bilmək lazımdır. Çünki Allah Rəsulü sallallahu aleyhi və səlləm bu gecənin hansı gecə olduğunu bir hikmətə binaən ümmətinə bildirməmişdir. O səbəbdən də hər gecəyə diqqət olunur. Ramazanın hər gecəsini belə ibadətlərlə keçirmək lazım. İndi oxuyacağım, deyəcəyim sizə ibadətləri hər kim Ramazan ayının gecələrini etmiş olsa, xüsusən də əgər bilsə ki, Qədir gecəsidir, daha şövqlə, eşqlə etmiş olsa, çox savab qazanmış olar və Qədir gecəsində hissədar olmuş olar. Birinci, İşa namazında zəmm-i surə olaraq Qədir surəsini oxumaq. İşa namazını qılırsan, Əlhəm oxuyursan, Əlhəmdən sonra Qədir surəsi oxuyursan. Elə bil ki, o Qədir gecəsinin haqqını vermiş olsun. İkinci bir əməl, Qədir gecəsinin duasını oxumaq. Qədir gecəsinin duası aramla deyirəm ki, məsəl ki, qulaq asanlar təkrar etsinlər və yaxud da ki, yazıb götürsünlər. Allahümmə innəkə afuvun tuhibbul afva fa'fu anni ya Kerim. Mənası budur ki, ya Allah, həqiqətən sən əff edənsən, əffi sevənsən, mən də bağışla ey Kerim olan Allah. Bu duanı etmək, Qədir gecəsinin haqqını verməkdir. Üçüncü bir əməl, ən azından 1-2 səhifə Qur'an-ı Kərim oxumaq. Bacaranlar çox oxusunlar, amma ən azı 1-2 səhifə Qur'an-ı Kərim oxusun. Mən Qur'an oxuya bilmirəm. Qul huvallah, Əlhəmd, Ayətəl Kürsi, Fələq, Nas, kim nə bilirsə Qur'an-ı Kərim oxumağa davam etsin. Dördüncü, şəri məsələlərdən bir məsələ öyrənmək. Görürsünüz ki, uzun illər namaz qılan adamdır, namazda böyük səhvlər edir. Məsəl ki, bu yaxınlarda bir namaz qılanın Fatihəsini dinlədim. Elhamdülillahi Rabbil aləm. Hələ bu vaxta qədər Elhamdülillahi Rabbil aləm. Və yaxud da ki, daha dəqiq desək, Elhamdülillahi Rabbil aləmin. Nə orada uzatmaq, qısaltmaq, bir-birinə bilmək olmaz. Bunun üçün də gedib bunu mükəmməl öyrənmək lazım. Bizim bir tanışımız var, onun evi var, evinin işıqları səsinə uyğun quraşdırılıb. Yəni, o içəri girəndə salam verim ya hər nəsə, onun işıqları onun səsinə uyğun yanır, qapılar ona uyğun açılır və s. Və bu xəstələnir və nəzərə almır, gəlir evə, səsi qaralıb, o qədər salam əleykim deyir ki, işıqlar yanmır, qapı da açılmır, məcbur olur, qayıtır, gəlir rayon mərkəzinə və oteldə qalır. Bəli, hər kim bilməsi lazım olan surələri, duaları, kəlmə-i şəhadətdir. Əşhədü ənna la ilahe illallah,
əşhədü ən la ilahe illallah, ənna la ilahe illallah deyil və yaxud da əşhədü ən la Muhammədən Rəsul, Muhammed Allahın Rəsulu deyil deyir. Bunları doğru tələffüz etmək lazım. Namaz bundan pozular və ya namaz olmasa belə bir insanın müsəlman olmağı şübhə altına düşər. Çünki boynumuzda la ilahe illallah Muhammedur Rasulullah kəlməsinin haqqı vardır. Onu düzgün tələffüz eləmək, onun mənasını bilmək, onun savablarını bilmək ki, desək nə olar, deməsək nə olar, bildikdən sonra onu başqa insanlara təbliğ etmək, öyrətmək. Bunlar bu kəlmələrin boynumuzda haqqıdır. Bir insan uzun illər yaşasın, amma desin ki, əşhədü ənna la ilahe illallah, əşhədü ənna la Muhammədən Rasulullah, yəni böyük biabırçılıq. Və yaxud da bunun kimi digər məsələ, dəstəmaz alır, məsəl üçün, dəstəmaz almağın qaydasını bilmir, ayaqlarını, məsəl üçün, yuyanda barmaqlar arası quru qalırmış, topru qalırmış, üzünü yuyanda qulaqları qalırmış və s. bunun kimi şər'i məsələlər. Namaz qılmağa başlayır, məlum olur ki, heç bunun kəbini yoxdur, 2-3 dənə uşağı da var, hətta bu ünvanla uşaq da köçürdüb, gəlin də getirib, onların da kəbini yoxdur. Yəni, bir insan Qədir gecəsində şəriət məsələlərindən bir məsələni öyrənsə və onların düzəldilməsi niyyətlənsə, çalışsa, cəhd göstərsə, bəli, bu Qədir gecəsinin haqqını ödəmiş olar. Beşincisi budur ki, az da olsa sədəqə vermək. O günləri məcbur deyil çox adama, bir nəfər də olsa, məsəl üçün, evinə iftara çağırsın və yaxud da ki, kiməsə iftarlıq bir paket versin və yaxud da ki, kimisə bilsə, eyni çıplaqdır, ayağı yalındır, qarqar, üryandır, evin neysə çatışmır. Bir qədri qüvvə, kimə nəsə oradan sədəqə versə əmlakından Qədir gecəsinin savabına nail olmuş olar. 6-cı, gecə səhərə yaxın 2 rükət namaz qılıb, adlarını bildiyi evliyaların adlarını çəkərək bu alimlərin hörmətinə dua edirsiniz. Allah Teala Quranda buyurur ki, mən ancaq müttəqilərin ibadətlərini qəbul. Və bizim çox əməlimizdən məlum olur ki, biz müttəqilik yolundayıq, müttəqiliyimizi tamamlamalıyıq. Yəni, təqva sahibi olmağa çalışırıq. Amma təqva sahibi olan şəxslər var. Yəni, siyasi ambisiyalardan, var dövlət yığmaqdan, dünya tamahından, şəhvani hisslərdən paklanmış, ağlanmış, təmizlənmiş böyük evliyalar var. Bir insan onlar kimi olmasa da, amma onlarda qeyri də olmamalıdır. Yəni, Həzrət Əbu Bəkir, Ömər, Osman, Əli, Həsən, Hüseyin, Salman, Əbu Zər və s. Allah sahabe-i güzin əfəndilərimizdən Rızvanullah Teala aleyhimən onlar kimi olmasa da, amma onların yolunda olmağa çalışmalıdır. Və çalışmaq da nə ilə olur? Onları sevmək, onların həyatlarını öyrənmək, məsəl üçün, həyatda rastlaşmış olduğu bəzi hadisələri onların həyatlarını örnək götürərək tətbiq et. Adicə məişət işləridir, məsəl üçün, ruzu qazanmaq, evmək, uşaq böyütmək, nəsə etmək. Amma onları, o işləri o salihlərin, evliyaların işlərinə uyğun görmək insana böyük savab qazandırır olar. Məsəl üçün, bizim Quba bölgəsində düvüyə böyük hörmət. Nə səbəb? Həzrət Baba ilə buna əlaqələndirlər və belə deyilək, əhalinin böyük əksəriyyəti Həzrət Babanın şəxsiyyəti barəsində məlumatı yoxdur. Amma hər bir insanın qəlbində çörəyə hörmət, düvüyə hörmət, ehtiram etmək hissi vardır. Bu da Həzrət Babanın barəsində evlərdə böyüklərimizin danış olduğu rəvayətlərlə əlaqəlidir. Hər kim yeməyə, çörəyə, düvüyə ehtiram eləsə, eləm ki, Həzrət Babanın yolunda olan və digər əməllərində də bir insan, məsəl üçün, haram, halal məsələlərdə, ailə münasibətləri, Teyful Bistam üçünsə ki, o anasına hörmət elədiyi üçün Allahına evliyalıqdan pay verib və Şah Nəşbənd Həzrətləri insanlara, xüsusən də heyvanlara hörmət elədiyi üçün, onların qulluğunda, xidmətində gəzdiyi üçün, mərhəmət dolu bir insan olduğu üçün Allah evliyalığı el verib, o insan həmin evliyaların yolunda olmuş. Bunun kimi də o müminin qəlbi o fizikada bildirilən Birləşmiş Qavlar qanununa uyğun, əgər qəlbini, məsələn, məzhəb baxımından İmam Şafiiyə bağlasa, bizim bölgəmizə ən axırıncı, ən böyük İmam Şafii məzhəb alimi Əbdürrəhim Əfəndi olub, Cümə məscidinin axırıncı imamı, onun babaları cümləli, mənim də babalar olub, Alıc axundları, Hacı Məhəmməd Çələbi Əfəndi, Hacı Mahmud Çələbi Əfəndi və
və yaxud da hər hansı bir evliyanı özünün həyatının necə deyirlər, örnəyi, düsturu, hər hansı bir sahabənin, Həzrəti Əmir Əlini həyatının imamı, rəhbəri qərar versə, onun qəlbi həmin evliyalar vasitəsilə birləşir bir-biri. Ola bilər evliya Afrika, hər hansı bir yer, tutalım ki, Afrika. Məsələn, İmam Şafinin qəbri Misirdədir. Və yaxud da ki, Azərbaycanlı Hacı İsmail Kürdəmirli Türkiyədədir. Və yaxud da ki, Şah Nəqşbənd Həzrətləri Özbəkistanda Buxara. Onları sevmək səbəbilə möminin qəlbi onlarla birləşmiş qalırlar düsturunca. Bu maddi bir düstur, amma onun mənəvi bir tərəfi var. Onlarla birləşir, ta gedir Həzrəti Sahabe-i Güzin həzəratına və Peyğəmbərimiz əleyhissalamın qəlbinə birləşmiş olur. Hədis şərifdə Peyğəmbərimiz əleyhissalam buyurur ki, Ənə minallah vəl müminə minni. Mən Allahdanam, möminlər də məndəndir. Və beləliklə o salihləri düşünmək, adlarını çəkmək, onların həyatından salih, yaxşı insan olmaq üçün örnəklər almaq, qəlblərin birləşməsinə və üzərimizə səkinənin, onların mənəvi güclərinin, Allahın rəhmətinin enməsinə səbəb. Bəli, salihlərdən birinin duası var, deyir, ya Rabbi, sən bəzi qullarını salih yaratmısan, bizi də islah elə ki, biz də salih qullarından. İslah olmaz salih qulların əməlləri nədən ibarət? Onları düşünəndə, həmin Qədir gecəsində o salih qulların himmətləri, nəzərləri bizim üzərimizə çevrilmiş olur. Kim hansı evliyanın adını bilir? Çünki biz o səslərlə, sözlərlə böyük uşaqlıqdadır. Biz, məsəl üçün, mən evimizdə ancaq nənəmi dua eləyəndə, ey bu vaxtın sahibi, sahibin növbə evliyadır ki, Cənab-ı Allah kainata evliyaların gözləri ilə nəzər yetirir. Bu barədə xüsusi qudsi hədis var ki, mən onun qulum mənə fərz namazları qılar, bundan daha başqa şeylə məni razı sala bilməz. Sonra nafilə sünnət namazları o qədər qılar ki, sonra mən onun görən gözü, eşidən qulağı, danışan dili, tutan əli, gəzən ayağı olaram. Bu minvalla bir insan bu mərhələni qət edirsə, Allah Teala onun gözü ilə kainatı nəzər yetirmiş olur. Bu başqa bir bəhsi vardan Allah qoysa bir dəfə danışarıq evliyalar barəsində. Biz həmişə evimizdə eşitmişik ki, bu vaxtın sahibi, yəni həmin evliyanı nida eləyib çağırıbdır. Və Həzrət Baba, Ərənlər Baba, Qırxlar Baba, Şalbuz Baba, Baba Məhəmməd, Pirəv Cəbar Baba, Baba Rüstəm Baba, Seyd Qələm Baba, Əfəndi Baba və hakəza bütün evliyaları mədəd deyib çağırardı. Bu səslərlə, bu sözlərlə böyümüşük ruhumuza, mənliyimizə işləyib o evliyallah salih kimsələr ki, bizə çalışaq gerək ki, onlar kimi pak olaq və Qədir gecəsində də onlar kimi olmaq üçün Cənab-ı Allaha niyaz etməli ki, Allah da Quranda Peyğəmbərimizə deyir. Məsələn, vəzkur deyir, fəzkur deyir, zikr elə kimi, sonra deyir, İbrahimi, Nuhu və s. Peyğəmbərlərin adlarını. Çünki Peyğəmbərimizə əmr edir, Allah keçmişdə olan salih kimsələri zikrlə yada sal, yəni. Bizə də Qədir gecəsi salih kimsələri düşünmək, onlar kimi olmaq boynumuzun borcu. Məsələn, mən bunu deyəndə ola bilər kimsə etiraz eləsin, desə ki, bu məsəl üçün harda yazılır? Yazılan yerlər var, sadəcə olaraq mən müxtəsər qısa olsun deyə bunu. Deyir ki, belə şey olmaz. Olmazı hardan bilirik? O olmaz deyən adam da, o da hansısa kitabdan deyəcək ki, məsəl üçün tutalım ki, Buxarıda bu yoxdur, Müslimdə bu yoxdur, Abu Davudda bu yoxdur və bircə kitablar demək ki, o özü də salih adamları və onların əsərlərini yada salır da. O salih adamları və onların yazmış o əsərləri yada saldığı kimi biz də salih adamları yada salır. Amma nə olur? İxtilaf salmamaq, çünki dini biz bir hissəsini bilib tamamını bilməyə bilərik. Amma tamamını bilən alimlər bizlərə bu şəkildə dua etməmizi və ehya saxlamamızı məsləhət bilib. Və 7-ci budur ki, gündüzü də gecəsi kimi qiymətli olduğundan gündüzlərin də qədrini bilmək lazımdır. Necə gecə ibadət elədik, saymış olduğum bu tərtibat üzərinə, gecə də ibadət eləyib, gündüz də ibadətə davam etmək lazımdır ki, Allah Taala'nın rızasını, saadətini, xoşbəxtçiliyini, bəxtəvərliyini həm özümüz, həm sevdiklərimiz üçün tələb edək. Həm dünyamız üçün, həm axirət. Allah Teala bizləri əmələ müvəffəq eləsin, ibadətlərimizi bizim üçün asanlaşdırsın, doğru yoldan ayırmasın. Esselamu aleykum və rəhmətullah.